Hörmətli bacılar və qardaşlar, 5 gündür ki, Naxçıvan Muxtar Respublikası müharibə vəziyyətindədir. Səhər tezdən Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisinə, Sədrək rayonunun ərazisinə hərbi hücum olmuş, döyüşlər gedir. Naxçıvan Muxtar Respublikasının əhalisi, Naxçıvan Muxtar Respublikası öz torpağını hərbi təcavüzdən qoruyur. Ancaq bu hadisə baş verən kimi biz dünya ictimaiyyətinə müraciət etdik, Türkiyə müraciət etdik. Ankara'da Bakanlar Qurumu, yəni Türkiyənin Nazirlər Kabinetinin iclası çağrılmış, böyük bir bəyanat qəbul olunmuşdur və bu bəyanat da bütün dünyaya elan olunmuşdur. Bəyanat çox ciddi xarakter daşıyır. Ermənistan Cumhuriyyətinin rəhbərliyi orada bu təcavüzdə günahlandırılır. Bu sırada İran bizim qonşumuz Müsəlman devləti, İslam devləti, İran İslam Respublikasının mövqeyi ciddi surətdə bildirilməyibdir. Və bugün televiziya ilə çıxış edərək mən üzümü bizim din qardaşımız, qan qardaşımız İranda olan müsəlmanlara tuturam və bizim bu həmsərhəd vilayətlərdə olan dostlarımıza və İran hökumətinin rəhbərlərinə tutaraq demək istəyirəm ki, bu 5 gündə Naxçıvanda İranın lap yaxınlığında olan bu müharibəyə bu qədər biganə qalmaq şübhəsiz ki, çox təəssüf doğurur və təəccübləndirir. Mən sizə dedim ki, o ermənilərin birinci hücum günü bir dəstə bizim adamlar itibdir. Onların akıbətini axtarırıq. Döyüşlərdə yaralananlara yardım olunur. Xəstəxanalarda onlar üçün müəyyən şəraitlər yaradılıbdır. Eyni zamanda Türkiye'nin baş naziri Süleyman Demirel'le ben telefonla danışarken ondan xahiş ettim ki bizim bu ağır yaralılardan bir hissəsini Türkiye götürüp orada müalicə etsinler. Bu günləri vertolyotla 10 nəfər ağır yaralı Türkiye gönderilibdir. Hayırlı akşamlar olsun. Bəli, belə dediler. Erzurum'a indi. Hava pis olmuştur. Ona göre yaralıları biz orada yakındaki hastanede yerleştirmişiz. Yarın helikopter gelen kimi biz göndeririz. Aynı zamanda ben çıkışımın sonunda bütün bizim bu Sədrək cəbhəsində iştirak edən Naxçıvanların hamısına öz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Və bizim xalq qəhrəman xalqdır, öz torpağını qorumağa, öz ərazisini qorumağa, öz namusunu və şərəfini qorumağa qadirdir.